Birinci nedir? Entire olduqlarını göstərmək lazımdır. Birinci teorem nə idi ki? Törəməsinin olduğunu göstərməsində Cauchy-Riemanndır. Okay. Deməli, birinci real funksiyalarını yazaq. O bərabərdir 3x plus y bərabərdir 3y minus x. İndi o x'i tapaq. O x nədir? 3. Və y nədir? Yenə 3. O y tapaq. 1 mənfi və x'i tapsaq, o da mənfi ya da 1 olacaq daha doğrusu. Və bunlar bir-birini ödəyir. Deməli, funksiya entire'dir. Yəni, hər hansısa bir qiymət alınma söhbətdə yoxdur. Cauchy-Riemann tənlikləri ödənir. Entire o oldu ki, adın adı Cauchy-Riemann ödənir. Yox. Entire odur ki, bütün kompleks müstəvisində törəməsi var. Cauchy-Riemann ödənirsə də törəməsi var. Okey. Bunlara da məncə baxmayaq, çünki aydın məsələdir ki, U və V-ni tapıb onların Cauchy-Riemann tənliklərini uyğun olaraq yazıb ödənmədiyini tapırıq. Orada bir də əlavə olaraq deyim ki, D variantında Z1 vur Z2 kimi ayırmaq lazımdır. Harada? Yadınızda qalsın. İşte D variantında. Mötərizdə ona Z1 deyib, o birisinə, daha doğrusu FZ1, o birisində FZ2 desə daha yaxşı olur. Mürəkkəb funksiya, yoxsa funksiyaların Evet, açmaqdansa eləmək lazım. Quizletdən baxaq da ona. Allah razı. B-ni yazmaq gərək yoxdur Təbriz. Yəni çox sadədir. B asandır. Necədir asandır? Koşu y üstü x çıxır, üstə gəlsin y üstü mənfi x bölünsün 2 yazırsan, sinüs h yəni də. Yox, onun da ehtiyac yoxdur. Olduğu kimi saxlaya bilərsən. Hədə koşun törəməsini tapmağa nə var ki, belə baxanda sinüs h olur da səfərin dəyişməmiş. Elədir. Vəsə. İkinciyə baxaq hələ. Is nowhere analitik. Burada da deyir ki, heç bir yerdə analitik deyil. Yəni entire funksiyonun tam tərsidir. Amma da yenə Cauchy-Riemanndan göstərir ki, Cauchy-Riemann tənlikləri ödənmirsə şey olur. Deyir, yenə baxsaq boşuna vaxt itirmiş olarıq. Söz deyirəm. Bizim çox da vaxtımız yoxdur. Zərifə. Şey deyə bilərsən, sən indi sualların hamısına baxmısan? Baxmışam. Düşə biləcək sualları elə düməndən listələyə bilərsən, sabah elə dərsdə zada baxaq. Bütün mövzulardan? Yəni müəllimin sala biləcəkləri sualları, yəni sadəcə nömrələrini falan işarə edəsən. Tamam, atarım. Özümdə var olsun. Onlardan elə sabah baxaq yəni. Tamam. Sabah baxacaqsan da sabah atarım səhər. Tamam. Bunların bərabərliyi ödənmir deyə törəməsi də yoxdur funksiyanın. Törəməsi də yoxdursa analitik funksiya deyil. Bunlar da yenə U-nu V-ni tapıb Cauchy-Riemannlara gətiririk. State value composition of two. Nə oldu? Mən başa düşmədim. Yuxarıda elədiyi Cauchy-Riemann tənliklərinin ödəndiyini göstərdik. Bunlarda. Burada da ödənmədiyini göstəririk. Şərti nədir ki? Şərti deyir Harada ki, ödəndiyini göstərməlisən. show that each of these functions is nowhere analytic. Yəni heç bir yerdə analitik deyil bu funksiyalar. Analitik nə idi? Törəməsi alına bilən verilmiş intervalda.
Burada deyir ki, heç bir yerdə analitik olmadığını göstər. Göstərsən ki, törəməsi alınmır heç bir yerdə, deməli analitik deyil. Ha, okey. Bir dənə tez vaxtda sual soruşum dəqiqləşdirmək üçün. Differentiable olması üçün olan şərtlər nə idi? Koşiriman Limit təmini exist ödənməlidir. olmalıdır. Qoşurum ödənməlidir. Başqa? Başqa Limit yoxdur. exist olmalıdır. Koşiriman Limit kifayətdir. exist olmalıdır. Bəs continuous olması üçün də var idi desən, hə? Continuousluq ayrıdır. Orada continuous Orada olması üçün şərtlər nə? limit exist olmalıdır və funksiyanın qiyməti limitin qiymətinə bərabər olmalıdır. Ondan əvvəl də funksiyanın qiyməti olmalıdır. Bax, funksiya həmin nöqtədə mövcud olmalıdır. Funksiyanın Hə. limiti mövcud olmalıdır. Bir də nəsə var idi. O nəyin Bir də şərtidir? funksiyanın limiti ilə qiyməti bir-birinə bərabər olmalıdır. Vəsə. Bu Continuity üçün bu continuous kifayətdir. şərtidir. Evet. Derivativ üçündə sadəcə qoşurumun bəs edir. Koşiriman bəs eləyir və vacibdir. Başqa. Nəşə? Ümumiyyətlə Bu mahiyyətlərini bir- başa düşmürsünüz. Çünki continuity ilə differentiability qarşılayacaq şeylər deyil. Mahiyyəti Bilmirəm, başa bilmirəm. düşənlər Sadəcə üçün. o Hə. qaydalar görə. State Tamam, via elə. composition of the entire functions is entire. Also state via linear combination of the entire functions. Okay. Burada deyir ki, niyə iki entire function, yəni hər bir yerdə törəməsi alına bilən funksiyanın kompozisiyası da, yəni mürəkkəb funksiyası da entire'dır. Onu da yuxarı kitabda göstərmişdi axı qaydada. Bunu niyə bizdən istəyir ki? Burada göstərib də əslində. Biz də göstərməyə çalışaq ki, iki dənə funksiya yazırıq. Bunların ikisi də analitikdir, yəni törəmələri mövcuddur. Yəni bunun buna bərabər olduğunu göstərsək, hə, deməli, bunun törəməsi analitik olması üçün bunun törəməsi mövcud olmalıdır. Törəməsi də buna bərabərdir. Burada da nə var? Bir dənə f-in törəməsi var, bir dənə də g-nin törəməsi var. Deməli, bu ikisinin törəməsi də mövcud olduğu üçün onların hasili də mövcud olur deyir. Yoxsa nə deyir? Yəni Quizletdə bunu necə həll edirik? Bax məncə. Bizə də bax. Çox dəxilsiz bir dənə həlli var ki, bax. Heç də anlamadım. Mən baxdım amma yəni adamın yadına gəlmir o yazıb. Koşiriman falan da nədir ki? Bu nə də diskret? Üçü də bizdə. Hə. Birinci hissəsi aydındır. İkinci hissəsinə heç baxmadıq, ona da baxaq. İkinci hissəsində nə deyir ki, ümumiyyətlə? Hə. Bu kombinasiyanın da entire function olduğunu göstərmək lazımdır. Hə, şu da bu da əslində asandır. Birinci hissəsini bu şəkildə yazdıqsa, ikinci hissəsini də belə yaza bilərik.
Yəni konstantları demişik ki, törəmənin xaricini çıxartmaq olur. Burada çıxardaq. Konstantları çıxardandan sonra da bu ikisinin mövcud olduğunu bilirik. Bu ikisi mövcuddursa, bu da komple mövcud olasıdır. Yanlış bir şey alınmır yəni. Burada da onu yazıb belə. Yəni tam belə cümlə kimidir. Bax, bunu yazırsan. Sonra bu törəmələri ayırmaq olur. Cəmin törəməsi törəmələrin cəminə bərabərdir. Sonra konstantları çıxardırsan çölə. Burada nə qalır? F1-in törəməsi, bir də F2-in törəməsi. İkisi də mövcud olduğunu bilirik, çünki demişik ki, ikisi də entire funksiyon. So, yəni əgər bunlar mövcuddursa, bu da mövcuddur. Okay. Yuxarıda da nə idi? Bunun buna bərabər olduğunu göstərir. Sonra deyirdik ki, hə, bu mövcuddur. Bu mövcuddur. Deməli, ikisi də mövcuddur. Daha doğrusu bu, bunların hansı da mövcuddur. Aydındır? Hə, aydındır. Hə, bu şifahi eləyə biləcəyimiz bir şeydir. Singular pointləri göstərmək lazımdır və demək lazımdır ki, niyə? Teymur, səsi biz bağlamışdıq, açdıq, açmışıq. Singular pointləri tapırıq və deyirik ki, niyə onlar singular pointdir və niyə sırf o nöqtə xaric hər yerdə funksiya analitikdir, o nöqtələr xaric daha doğrusu. A variantına baxırıq. A variantında deməli singular point hansıdır? Biri z bərabərdir 0-dır. Bir də z bərabərdir i-dir, müsbət mənfi i. Çünki kvadratı mənfi 1 edir. Məxrəci sıfırlaşdırır da, ona görə həmin nöqtələrdə funksiya dəyər ala bilmir. Funksiyanın həmin nöqtədə qiyməti yoxdursa, törəməsi də yoxdur. Ona görə belə. A variantında. Biraz şübhəm qaldı. Onu dənə dəqiqləşdirim. Seni yazıb. Heç səbəb zad izah eləməyib, elə mən deyən deyəcək. B variantında. B variantında bunu şeydir, yəqin ki, qruplaşdıracağıq məxrəci. Qruplaşdıranda da 1 ilə 2-də göstərək ki, şeydir. Z çıxılsın 1, bir də Z çıxılsın 2 kimi qruplaşacaq. Göstəririk ki, 1 ilə 2 ola bilməz, çünki məxrəci sıfırlaşdırır. Aydındır. Məncə bunu keç. 5 bərabərdir. In the its domain of definition derivative bulunur. GZ bunun verib, törəməsi də budur deyir. Törəməsini niyə ayrıca veririk? Bilirik də onsuz da törəməsinin bu olduğunu. İşte. Böyük GZ-də də Anlayamadım, nə istiyor? Burada chain rule-dan istifadə edəcəyik qısaca. Amma yəni QZ-də bunun çox uzun göstərir. Bura baxmanızı məsləhət görmürəm. Elə bil ki, aşağıda verib böyük C törəmə Z bərabərdir 1 bölünsün 7. Ona elə bil ki, chain rule uygulanıb ki, o hala gəlib. Onu göstərməliyik əslində. İstəyirsiniz QZ-ə baxın, amma evet. Baxın mən. Amma yəni
Bilmirəm, burada çox uzun yazıb. Məncə o qədər gərək yoxdur. Bu da uzun. Hə? Uzun budur. Ya o qədər açıqlamalara ehtiyac yoxdur. Qısaca göstəriblər. Bir dəqiqə. Məncə step 3 bəsdir, bilmirəm. Hasret ayrıca yazıb. Hasret hardan gəldiyi. Ora baxıb beyninizi qarışdırmayın cidden. Siz baxmayın da mən baxıram. Azərbaycan. Sən deyirəm buna yalandan pul veririk. Bu arada müəllim bu cür sual salmaz. Heç inanmıram belə bir şey salacağına. Yəni, çünki onu göstərir, bunu göstərir. O elə şeylərdən xoşu gəlmir. Evet, məncə də. Amma yenə də ehtiyat üçün baxmaq lazımdır çünki. Onda məncə geç. Vaxt qalmayıb bir şey. Marağımız olanda bəzən baxarıq. Yox, Təbriz. Axırda baxarıq, lazım olsa 5-ə. 6-ya keçərik. Alt deyinsidir. Təbrizi tərcümə eləsin də kimsə mənə. Hər dəfə Discord-da keçməyin. Alt deyintisidir. Hə. Hə, tamam. 7-incisi də öyle yəqin ki. Hmm. Koşiriman falan deyir, fərqlidir. Evet, fərqlidir. Yaxşı sualdır. Sala D, bilər. F, Z. Ansın birinə Okay. deyirsin. Must be constant throughout D if fz is real valued for all z in D. Constant through D. fz deyir Deməli, analitikdir. A variantında əgər deyirsək ki, FZ real valuedur, deməli sadəcə UX mövcuddur da, yəni UX Elə sıfırdır. onu gəlirdi. Oradan yola çıxıb həll eləyəcək. Doğru. Deməli, A variantında deyir ki, fz real valuedur. Deməli, V hissəsi yoxdur, ya daha doğrusu belə. V hissəsi yoxdur. V x, y bərabərdir 0. V x, y 0-a bərabərdirsə, V x də V y də 0-a bərabərdir. Və deməli, U y ilə, bu mənfi U y ilə. Fərqi yoxdur 0-da onsuz da. U x də 0-a bərabərdir. U y və U x-dən gedək. U x 0-a bərabərdirsə, onda integral U x dx hansı ki bizə şey verməlidir. Phi x, yəni x-in bir funksiyası Burada integral yazmaya gərək yoxdur. dəqiq. 100%. Bəs biz bunun sabit olduğunu göstərməli deyilik. Yox, bu izzətə bax. Sual bir dənə şərtinə baxın. Müəllim FZ ümumiyyətlə niyə integralı keçən dəfə də qəbul elədi ki, integral bizə nə deyir? dərsdə Ver bakayım, inteqralla eksi izah eləmişdi, ona indeksini. görə. Buydu. Hə. Bitti. Hə. A tiny point D, therefore. Okay. B'sini yazıb bax. Hə, A0 burdadır. Therefore fz must be constant everywhere. Onun konstant olduğunu göstərmək üçün inteqral yazmaq lazımdır. İşte müəllim onu demək istəyir. Yoxsa bunu biz də bilirik ki, hə, əgər 0-dırsa, deməli şeydir. Bunun inteqralı sabitdir. Bunu burada sadəcə göstərmək lazımdır. Məncə gərək yoxdur, boş. Yaxşı. Məncə də yoxdur. Onu yəni müəllim həm bizə inteqralını izah edib,
Həm də mən quizində də yazmışdım. Şeydi, integral falan demişdik. Hə, burası düzdür. Sadəcə olaraq plus C falan yazmamışdım. Ha, tamam. Yaz. Yəni Baba integral arama beni bu sizin, konulardan dolayı ya. integral sizin gözünüzü niyə qorxudur ki, mən onu anlamıram. Yəni, Ux onun x-ə görə törəməsidir. O integralın onda nə olur? Onun özü gəlir də. Onun özü gələndə də x-in ayrıca bir funksiyası olur. Bir də y-i sabit olaraq nəzərə almışdıq deyə. Üstünə bir də y-in funksiyasını gəlirik də. Onu da belə yazırıq. F-ni niyə ayrı yazdım? Çünki bura u yaza bilmərik. Lan ne oğlum yarım ekmek nasıl 75 milyon? Kapıya yazmışsınız 35 milyon. Efendim. O bunun özüdür. Deməli. Hə, bunu yazandan sonra deyəsən şey eləmək lazımdır. Tersinde törəməsini tapmalısan. Hə, belə yazmaqdansa belə yazaq da. 0 dx yox. İstəyirəm ki 0 dx yazım. Sonra plus c y yazım. Prosta onu yazmaq düzdürmü? Abi yağış niyə yağmır? Hayır. Mən yağışı gözləyirəm səhər dərs olmasın. Çox saxlamışam. Saat 4-də 5-də yağacaq. Ay aman. Ay Hüseyin. Təzədən Məncə də. yaz, integral tapmışdın. O integralın təzədən törəməsini tapmalısın da. Bunun törəməsini tapmalısın təzədən. Şeyin plus C. Plus c. Sabah bütün gün yağış yağacaq. Bütün gün. Sabah dediyim yəni 3-cü gün. Hi, my name is Tim Roblev. I studied at the university. I'm search course. And Yenə also, gəldi daha. could you please spell your name as Tərtərə yaxın tər. P-E-Y-U-R-A-B-D-U-L-L-A. Sonra Zərifə. You get Hakikaten Bu bu ikisi hansıdır integralda more. How do Sən you want to participate in? bu I x want to participate in dx Biraz bizə şey, because- imkan icazə verə bilərsiniz. f-y verməlidir o bizə. Hansı? f-y plus c verməlidir integral. F y plus c. Plus c niyə? C'miz y-in funksiyasıdır axı. Bəs diferensialda da yazırdıq axı. Yadımda da. Diferensialda h y yazırdıq. Yaxşı. Exact Amma equationsda demirsən. yox f-y olmalı deyil. Heç nə fərqi var f y ya c y? Neynimə? Doğru. Niyə bunu integralla yazmalıyıq ki? İntegralsız ülkəmi izah olunur da. Ağıllı. Və y-in x-ə görə tərəməsi bizə 0 verir. Düz yazmışdım da sildim. Harda, hədə bunu demirsən? 0 dx. Yox, yox. Yazdım Yazdım, bayaq. Yuxarıdakı inteqralda tapdığımız cavabın təzədən törəməsini tapdım. Mhm. O bizə sadəcə f törəmə x-i verir. O da 0-dır deyə 0 bərabər olur. Konstanta bərabər olur. Hə. Bunu belə yazsaq necə olar? O y-də yazsaq deyirik ki. Bərabər olacaq nəyə? F Yox, Mən çıxıram. Çox sağ olun. Gecəniz xeyrə. Xeyr. Nəysə, buna mən də baxmaq istəmirəm. Mən də gedirəm. Heç mən də baxmaq istəmirəm. Yəni inteqralsız çünki rahat yazılan bir şey. Evet. Sağ olun. Tamam. Bizə Senin valla baxmayaq getmək məncə. istəyir, ona görə Yox, bax. yox, ay biraz yoxum gəlir yatacam.
Yayını da bağlayıp Sim vala girdik. Hamıya da yatacağım. Ya vala vala.